Kartda pul saxlamıram əssalam. Ona görə qorxuram ki, oğurlayarlar. Kartlarım hamısı boşdur. Karta pul oturtmuram. Qorxuludur deyə. Son günlərdə bu istiqamətdə müraciətlərin sayında artım müşahidə olunur. Kartda 1000 manatdan artıq pul saxlamıram. Tez çıxardıram. Gündəlik olaraq bir çox insan bank kartından pulunun oğurlanmasından şikayətlənir. Bəs necə edək ki, pullarımız oğurlanmasın? Ümumiyyətlə, şəhər sakinlərinin başına belə bir hadisə gəlibmi? Özlərindən soruşacağıq. Nə vaxtsa bank kartınızdan pul oğurlanıb və yaxud yaxınınızın başına belə bir hadisə gəlib? Yox, mənim kartımdan yox, yaxınımın başına gəlib, hə. Necə olub hadisə ümumiyyətlə? Valla elə durduğu yer özü heç bir linka zada girməyib. Biz az miqdarda pul olub bəxti gətirib. Amma yəni ki baxıb ki silinib. Çalışıram o məlumatları heç kəsə verməyim. Heç tanış olmayan nömrə gələndə də götürmürəm telefonu. Açıq ehtiyat edirəm. 100 dəfə bunu xəbərdarlıq eləyirlər də. Bir iş yoldaşımı bu yaxında zəng elədilər. Dedilər ki, bəs sizin adınıza kredit götürülür. Bu xanım güya icazə verib və bunun adına sənədləşdirilib. Bank deyir ki, biz buna məsuliyyət daşımırıq. Deməli, 1500 manat kredit götürdü. Dedi, çünki artıq sənədləşdirmə gedib. 5 manat, 10 manat yoxa çıxır, amma bilinmir nədir. Görmüşəm ki, kartdan 5 manat çəkilib, məlumatda yoxdur. Zəng eləmişəm, deyiblər ki, bir ay ərzində geri dönüş eləyəcək. İş yoldaşımın kartından çəkilib 1500 manat. Kartına mesaj gəlib ki, bu kodda kartınızı bankın adından, o da kartın kodunu deyib və çəkilib. Bizə zəng elədilər, dedilər vergi borcunuz var, 1000 manat ödəməlisiniz. Hesab da göndərmişdilər, artıq 1000 manatı ödəyin. Biraz yəni şübhələndik, göndərmədik, sonra hesabı da sildilər. Sonra biz maraqlandıq, gördük borcumuz yoxdur. Rəqəmsal dələduzluğa qarşı mübarizə şöbəsinin baş mütəxəssisi Malik Rəhimli deyir ki, vətəndaşlar bəzi məqamlara xüsusi olaraq diqqət yetirməlidir. Bank əməkdaşları və hüquq mühafizə orqanları adından zənglər gəlir müştərilərə. Müştərilərin burada diqqət eləməlidiyi tərəf zənglərin nömrələrə fikir vermək lazımdır. Adətən bu nömrələr xarici nömrələrdən zənglər gəlir və Azərbaycan koduna uyğun gəlmir bu nömrələr. Heç bir bank əməkdaşı və ya hüquq mühafizə orqanları xarici nömrələrdən müştərilərə zəng vurmur. İkinci bir hal ola bilər ki, bank əməkdaşları zəng vurur və müştəridən şəxsi məlumatlar istənilir. Müştərilər onu yad saxlamalıdır ki, vətəndaşlar, bank heç bir halda müştərinin şəxsi məlumatlarını istəmir heç bir halda. Bütün məlumatlar zaten onsuz da həm hüquq mühafizə orqanlarında var, həmçinin də bank daxilində məlumatlar saxlanılır. Digər bir məsələni də baxmaq olar ki, müştəriyə göndərilən OTP təsdiq kodları, hansı ki bir dəfə şifrəli formada göndərilir. Bu kodları heç bir halda bank əməkdaşı sizdən istəyə bilməz. Bəzi vətəndaşlar deyir ki, biz heç bir linkə daxil olmadıq, heç bir OTP kodumuzu göndərmədik, amma məndən pul oğurlandı. Bu necə baş verir? Bəli, bu hallar da olma ehtimalı var. Lakin müştəri vətəndaşlar hər bir halda telefona hər hansısa bir zərərli tədbir yükləyirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirir ki, Nazirlik tərəfindən bu qədər maarifləndirmə işlərinə baxmayaraq, vətəndaşlar hələ də şəxsi, eləcə də bank kartı məlumatlarını tanımadıqları şəxsə ötürürlər. Bank kartı məlumatı dedikdə biz kartın üzərində olan 16 rəqəmli kodu 3D, CVV, CVC, həmçinin SMS vasitəsilə göndərilən OTP kodlarını nəzərdə tuturuq. Yəni bu məlumatları tanımadığımız şəxslərə ötürdüyümüz anda kartımızda olan maddi vəsaitin oğurlanması saniyələr içərisində baş verəcək. Daxil olmuş müraciətlər əsasında yaş kateqoriyası müxtəlifdir. Yəni hər yaş kateqoriyasına olan vətəndaşlarımız bu tələyə düşür. Xüsusilə də yaşlı vətəndaşlarımız bu kimi dələduzluq halları ilə üzləşirlər. Onlara ailə üzvləri barədə həssas xəbərlər verərək övladınız ağır qəza keçirib, yaxın qohumunuz xəstədir, təcili müalicəsinə pul lazımdır kimi xəbərlər verərək onların maddi vəsaitini əldə edirlər. Təbii ki, daha çox zənglər olunur ki, telefonunuzun dilini dəyişin. Dilini dəyişdikdən sonra bu prosesləri həyata keçirmək daha rahat olur. Çünki telefonun dili dəyişən zaman, məsələn, ingilis dilində olur. İngilis dilində artıq vətəndaş bilmirsə, anlamır ki, onun bank kartından hər hansı məbləğdə maddi vəsait çıxarılıb. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək onları daha diqqətli olmağa və dələduzluq halı ilə qarşılaşdıqda dərhal Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə, sosial şəbəkələrdə Polis Azərbaycan rəsmi səhifəsinə, eyni zamanda banka müraciət etməyə çağırır. Gülçin Cəmil, Vüqar Xanlarov, Report.